Həkimlər öz arasında şəhər göyərçinlərinə uçan siçovullar deyir, çünki bu quşlar insan sağlamlığını təhdid edən ciddi infeksiyaların daşıyıcısıdır. Seçenyev Universitetinin dosenti pulmonoloq bu barədə məlumat verib və deyir ki, əgər bu quşlarda mövcud olan xəstəliklərdən özünüzü qorumaq istəyirsinizsə, birbaşa təmasdan uzaq olun. Əksər insanlar sərbəst gəlir mənbəyi olsa da, tam iş günü çalışıb aylıq maaş almağa meyillidir. Alman alimlərinin yeni araşdırması təəccüb doğurub. Sorğu nəticəsində məlum olub ki, hətta incəsənətlə məşğul olan azadlığı seçən insanlar belə aylıq konkret məbləğli stabil gəliri olduğu təqdirdə özlərini daha rahat hiss edir. Bəs siz necə? Aylıq stabil gəlir olmadan taleyin ümidinə yaşamağı bacarırsınızmı? Şərhlərdə bu barədə mütləq qeyd edin. Tanımadığı yad kişidən uşaq dünyaya gətirdi. Uşağın kimliyi hələ də bilinmir. Avstraliyalı qadın klinikanın əməkdaşlarının səhvi ucbatından yad kişidən körpə dünyaya gətirib. Körpə 2024-cü ildə dünyaya gətirilsə də, həqiqət indi üzə çıxıb. Başınıza belə bir şey gəlsə, o uşağı saxlayardınızmı? Daha şirniyyat yeməkdən qorxmayın. Ürəyiniz istədiyi qədər dişlərinizi də korlaya bilərsiniz. Ona görə ki, Alman alimləri laboratoriyada insan dişləri yetişdirməyi bacardı. Bu üsul regenerativ stomatologiya sahəsində London Kral Kollecinin alimlərinin töhfəsidir. Pulunuz varsa rahat-rahat dişlərinizi korlaya bilərsiniz. Canlı yayım açan həkimlər cərimələnəcək. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi həkimlərin əməliyyat zamanı canlı yayım açması faktı ilə bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparıldığını və nəticə olaraq xəbərdarlıq və cərimələr tətbiq ediləcəyini bildirib. Çox maraqlıdır. Əməliyyat zamanı sizin canlı yayımla milyonlarla insanın izləməyinə razı olardınızmı? Şərhlərdə mütləq fikirlərinizi bizə yazın. Sağlam xülasə. Qismət.